Suraxanıda səyyar görüşlər davam edir. İyulun 2-sində Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində 279 saylı tam orta məktəbdə keçirilib. Səyyar görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyəti başçısı çıxış edərək bildirib ki, bugün regionda gərginliyin artdığı bir dövrdə Prezident cənab İlham Əliyevin ölkədə apardığı inamlı siyasət Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır və tam dəstəklənir. O həmçinin qeyd edib ki, ölkəmizin qazandığı ədalətli qələbə regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir. Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.